Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. İnsanların üz cizgilərinə baxıb aldama. Bax filan kəs çox nurludur, filan kəsin üzündən nur yağır. Sən onun dediklərinə bax, əməllərinə bax, düşüncə tərzinə diqqət elə. İnsanlarla rəftarına və yeriyərkən gəzişinə diqqət elə. Vallahi şeytan bəzi insanları nuru ilə aldadır. Necə? Şeytan onu insanlara gözəl göstərir. Və o qədər gözəl göstərir ki, insanlar onun nuruna aldanıb içindəki şeytanlığına aldırış etmir. Allah Teala bizim nə üzümüzə, nə gözəlliyimizə, nə mal dövlətimizə, nə də əsil nəcabətimizə önəm verir. Allah Teala bizim təqvamıza baxır. Bir qara dərili müsəlman ilə ağ dərili müsəlman sadəcə və sadəcə bir-birindən təqva cəhətdən üstün ola bilər ki, bunu da ancaq Allah Teala bilər. Qeybi bilən Allah Subhanahu Teala'dır. Həqiqətən şeytan insanın apaçıq düşmənidir. İnsanlar açıq-saçıq geyməyi o qədər adiləşdirib ki, hər kəsin hicaba keçməsi onlara bir təhər gəlir. Yəni, təsəvvür edin ki, bununla razılaşmayan müsəlmanlar belə var. Subhanallah, müsəlman olasan, amma yaşadığın diyarın şəriətə uyğun hərəkət etməsinə qarşı çıxasın. Şəriəti istəməmək, İslamı inkar etməkdir. Allah Teala hər şeyi yarada bilir, hər şeyi nəzarət edə bilir, hər bir şeyi nizamda saxlaya bilir, amma qanun qoya bilmir. Haşa, sümmə haşa. Allah Teala hər şeydən xəbərdardır. Allah Teala yaratdıqlarını başlı başına buraxsa, onlara nəyin düz, nəyin əyri olduğunu bildirməsə, bu ədalətli olarmı? Yox, şübhəsiz ki, Allah Teala ədalətlidir və qullarına əsla zülm edən deyildir. Allah Teala heç kəsin kafir olmağını istəməz. Ayələr var. Bəzilər deyir ki, Allah Teala o qədər rəhimlidirsə, onda hər kəs cənnətə girsin də. Yaxşı, əgər dediyiniz kimi olsa, onda bu ədalətli olarmı? Onda yaxşı ömrü boyu yaxşılıq edən, günahlardan uzaq duranlar deməzmi ki, əgər hamını bağışlayacaqdınsa, ya Rabbi, onda biz də onlar kimi günahdan günaha qaçardıq, dünyadakı həzləri yaşayardıq. Baxın, Allahın ədalətindəndir ki, cəhənnəm və cənnət var. Əgər cəhənnəm və cənnət olmasaydı belə, vallahi nəfsim əlində olan Allaha and olsun ki, Allah Teala yenə də ibadət edilməyə layiqdir. Baxın, deyək ki, cəhənnəm və cənnət yoxdur, axirət də yoxdur və müəyyən bir müddət 10 il, 30 il, 50 il, 100 il, 120 il və s. yaşayırsan. Amma bilirsən ki, səni yaradan, səni xəlq edən Allah Tealadır. Onda bu qısa ömür üçün belə ona şükür etməzsən, ona şükrünü əda etməzsən, ona ibadət etməzsən və bilirsən ki, bundan artığı yoxdur. Yəni, bu qısa zamanda nə yaşadın odur və bir daha belə bir şey görməyəcəksən. Vallahi, ey insanlar, vallahi deyirəm, siz ahirəti bilməsəniz belə, keçici bir dünyadan çox əbədi olan nəyisə istəyərdiniz. Bunu inkar edən özünü və qarşıdakı adamı aldatmasın. Hər kəs, hətta ateist belə dilində deməsə də, vallahi deyirəm, fitrətində ahirəti əbədi bir məkanı axtarır, əbədi bir aləmi axtarır.